Salam, hər vaxtınız xeyir. Mən Fes Akademinin təlimçisi, eyni zamanda 4-cü siniflər üçün olan monitorinq vəsaitinin müəllifi Firuzə Hüseynli. Qeyd edim ki, bütün demək olar ki, sualların əksəriyyəti Fesin monitorinq vəsaitindən salınmış oxşar tiplər və yaxud da eyni tiplərdir. Bunların da hamısı tip olaraq sizlərlə bölüşüləcək. Elə isə keçək suallarımızın izahına. Birinci sualımız belədir. Əsmər xala böyük bankada saxladığı 2 litr 400 milli bəkməzi var. Deməli, ilk nə etmək lazımdır? Bunu birlikdə milli kimi yazırıq. Və bunu 250 millilitrlik bankalara doldurur. Deməli, nə edir? Bankaların arasında bölür. Ona görə 2400-ü bölürük 500-ə, daha doğrusu 250-yə. Burada da alınır hardasa 9,6. Yəni 9 yanında qalığı qalır. Bizə desəydi neçə banka istifadə etməlidir, mən cavabı 10 götürərdim. Amma deyir ki, tam da olsun. 9-u tam da olub, bax bu 6 ona çatmayıb da, yarımçıq qalıb. Tamamlanmayıb. Ona görə də biz cavab olaraq 9-u götürürük. 32-ci sualda deyir ki, fiqur hər birinin sahəsi 81-dirsə, kvadratdır və kvadratın sahə düsturu A vurulsun A-dır. Əgər A-nı A-ya vuranda 81 edirsə, demək ki, A-mız 9 olacaq. Çünki 9-u 9-a vuranda 81 edir. İndi hər tərəf 9-dur. Baxın, hər tərəf 9-dur. Və bizdən perimetrini istəyir. Perimetr də nədir? Tərəfləri uzunluqları cəmi. Burada da 3 dənə 9'um var deyə burada birbaşa 27 yazıram. Yəni 27 üstə gəlinsin 1, 2, 3, 4, 5, 6, 7, 9'um 63. Bunu da toplayanda cavab edəcək 90 cm. 33-cü suala baxırıq. Bizə deyir ki, avtomobil 4 saat ərzindəki hərəkətdir. 4 saatın sonunda 200'dür getdiyi yol. 1 saat ərzində getdiyi yoldan 1 saat ərzində isə 100 gedib. Yəni 200 100-dən deyir nə qədər çoxdur? 100 çoxdur. Cavab B bəndi. 34 sadə yaş məsələsi sualıdır. Şəbnəm Aynurdan 3 yaş böyükdür. Deməli, Şəbnəm var, Aynur var, Murad var. Şəbnəm Aynurdan 3 yaş böyükdür. Mən bilmirəm də Aynurun neçə yaşı var. Bizə deyir ki, Aynur x doğumda. Şəbnəm 3 yaş böyükdürsə, deməli Şəbnəm olacaq x üstə gəl 3. Murad isə Aynurdan 2 yaş kiçikdir deyə x çıxı 2 olacaq. Bizə Şəbnəmin yaşını verib ki 18'dir. Yəni x üstə gəl 3 bərabərdir 18'dirsə, x-i tapmaq üçün 18'dən 3'ü çıxırıq, cavab edir 15. Yəni Aynurun 15 yaşı var. Murad isə 15 çıxılsın 2, yəni 13. Cavab olacaq A bəndi. İfadənin qiymətini hesablayın. Burada ifadə verməklərindəki məqsəd odur ki, siz əməllər ardıcıllığını bilirsinizmi, yoxsa yox? Bizdən bunu istəyir. İndi gəlin baxaq. Bilirik ki, əməllər ardıcıllığında birinci etməli olduğumuz əməl bölmə əməlidir. Yəni 72'ni bölürük 2'yə. Edir 36. Daha sonra vurma əməli olunmalıdır. Yəni 36'nı vururuq 6'ya, edir 216. Və bizdə nə var? Üstə gəlinsin 34 var. O da edir 250 D bəndi. 36-cı sualda kvadratdır. Kvadratın deməli tərəfi bura olmalıdır ki, bu tamamlansın, hər tərəfi 5-5 olsun. Və birinci koordinat sistemində x oxundan gələni yazmaq lazımdır. Sonra y oxu. X baxın 7'yə gəlir, y isə 8'ə. Ona görə 7, 8 cavab olacaq C bəndi. 37-ci suala baxırıq. Eni 4'dür, uzunluğu 8'dir. Burada 8'dir, bura 8, bura 4'dür. Bura 4, bura 4'dür. Perimetrini istəyir. Düzbucağının perimetri də 2 vurulsun A üstə gəl B düsturu ilə hesablanır. Yəni enim 8'dir, uzunluğum da 8, 4, 12'dir. Yəni 2 vurulsun 8 üstə, daha doğrusu 12 üstə gəlinsin 8, 2 vurulsun 20, o da eləyəcək 40. Yəni cavab C bəndidir. 38-ci sualda məhsullar da verib və bizə deyir ki, 4 növ məhsuldur. Bunların cəmini istəyir. Get topla. Birinci 12'dir telefon, planşet 8'dir, kompüter 4'dür, digəri isə 10'dur. Bunların da cəmi edəcək 34 B bəndi. 39-cu suala baxıram. Oyun zonasının sahəsini istəyir. Sahə necə tapılır? En vurulsun uzunluq. 45'i 90'a vururuq. Cavab da edir 4050 metrin kvadratı. Yəni A bəndi.
40-cı sualda bizə deyir ki, bir qab ağ boya 50 metr uzunluq. Bax, uzunluq sözünü gördüm. Deməli, məndən perimetr istəyir. Yəni, 45-in üzərində 90 gəlirik, 2-yə vururuq ki, o deyilir 270. Deməli, bunun perimetridir. Düzdürmü? Və birinə 50 metrdirsə, daha doğrusu bir qab 50 metrdirsə, bəs 270-in içində neçədən 50 var ki? 270-i 50-yə bölürəm, alınır 5 dəfə tam, düzdürmü? Qalığı da qalır da. 20-də qalığı qalır. Bax, 5 qalığı varsa, deməli bizə 6 qab lazımdır. Çünki 5 dənə ilə tamamlanmır. 6-cı qaba da keçid edirik. 41-ci suala baxırıq. Qaçış üzrə yarışda iştirak etmiş şagirdlərin qaçış müddəti verilib. Görürsünüz, biri saatdır, biri saniyədir, biri dəqiqədir, yenə saatdır. Yenə qeyd edirəm, bu tipli sualların hər biri vəsaitimizdə var. Eynisi ilə düşmüş suallar var. Ona görə də kim növbəti illərdə monitorinqə hazırlaşacaqsa, mütləq vəsaitdən istifadə etsin ki, qaranlıq qalası məqam olmasın. Musa 4də 1 saatdır. Hamısını mən çevirəcəm dəqiqəyə. 1 saadım 60 dəqiqədir. 60-ı 4-ə bölüb 1-ə vururam. Bu edir 15 dəqiqə. 960 saniyədir. 960-ı bölürəm 60-a ki, 16 dəqiqə. Bunu özü verib 18 dəqiqədir. 3də 1 saatdır. Yenə 60-ı bölürəm 3-ə vururam 1-ə ki, 20 dəqiqə. Qısa müddət deyirsə, bax, qısa müddət nə deməkdir? Daha tez getdiyi də, daha tez ən az məsafə 15 dəqiqə ilə mus olmuş olacaq. Yəni, cavab D bəndidir. 42-ci sual ədədin yazılışı ilə bağlı sualdır. Bu sualın da eynisi vəsaitimizdə var. Ədədin rəqəmlərlə yazılışı hansı variantda doğru göstərilmişdir? 354.000, 354-ü yazdım və xatırlayıram ki, 1000-də özündən sonra 3 ədədi yazılmalıdır. 508 elə özü 3 ədəddir, olduğu kimi də yazırıq. Ona görə də 354.508 cavab edir A bəndi. 43-də deyir ki, Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzüb və hər qaba 2 dənə şəkərbura, 3 dənə paxlava. Deməli, cəmi 5 dənə şirniyyatdan istifadə edəcək və 6 qaba düzür. 6 dənə qabdır, hərəsində 5 dənədirsə, deməli, cəmi 30 şirniyyat olacaq. Cavab C bəndi. Bölmə əməlidir, baxıram. Gedək elə bölək. 937-ni 18-ə bölə də bilərsiniz. Amma ən rahatı deyim nədir? Bax, 90 yazıb da 18-i neçəyə vuranda 90 edir? 5-ə. Deməli, bura 5-dir. Sonra 2 yazıb. 2-nin 18-ə vuranda edir 36. Deməli, A-mız 5-dir. B-miz 6-dır. Bax, ən qısa yolu budur. 5 və 6 cavab olacaq B bəndi. Sonra çöplərlə bağlı bir sualdır. Bu sualdan da eynisi kublar şəklində vəsaitimizdə var. 4 dənə buradadır. 7 çöp buradadır. 10 çöp buradadır. Deməli, hər biri 3 artır. O zaman 4-cüsündə nə qədər olacaq? 13. 5-cisində nə qədər olacaq? 16. 6-cısında isə olacaq 19. Cavab D bəndi. Mağazada endirim var və hər məhsul üçün etiketdə gördüyünüz qiymətlərin 4də 1-i qədər ödəniş edilir. O zaman 48-in 4də 1-ini tapmaq üçün nə edirik? 4-ə bölüb 1-ə vururuq. Bu 12 azeynə, bu biri isə gəlib düşəcək 11 azeynə. Deməli, bu insan, bu Samir nə qədər pul ödəməlidir? 33 manat pul ödəməlidir. Amma Samirin nə qədər pulu var? 100. O zaman nə qədəsi qalar? Qalan pulu tapmaq üçün də ümumi puldan çıxmaq lazımdır. Oy, 23. Aha, ümumi puldan 100-dən, yəni 23-ü çıxırıq. Cavab deyilir 77 manat B bəndi. Nurlan məsələsindən eynisi vəsaitimizdə var, elə şəkil olaraq da yanında verilib. 7 sayda kubdur, 1 sarıya düzüb, 6 kuboid düzəldib və bizə deyir ki, ümumilikdə neçə üzü boyamış olar. Baxın, yan-bayan qoyub rəngləyən zaman. Bunun üçün rahat bir yol, bax, bunun birləşən hissəsini rəngləyə bilmir də. 6 dənə üzü var, bir üzünü rəngləyə bilmir. Deməli, burada 5-in rəngləyir. Amma bunun həm bura 200-ün rəngləyənmir deyə. Bu aradakıların hamısı 400 rənglənir. Sonda da yenə bir üz birləşikdir deyə 5 dənə. 5 dənə 4-üm 20,
Üstə gəl 10, o da elədi 30. Deməli 30 boyanmış hissəsidir. 48-ci sualda bir velosipedçi 3 saatda 36 kilometr yol gedir. O zaman sürətini tapmaq üçün nə etmək lazımdır? Gedilən yolu saata bölürük. O da edir 12. Sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan 12-ni vurmaq lazımdır 6-ya. Deməli 72 bu birinin sürətidir. Və bizə deyir ki 4 saata nə qədər yol gedər? 72-ni 4-ə vururuq. Cavab edir 280 kilometr. 49-da buna biz tərs əməl deyirik. Yəni bilmirəm hansı ədəddir. 3 dəfə artırıblar. Üzərinə 5 gəliblər. 20 alınıb. Həmin ədəd neçədir? Yəni sondan əvvələ doğru qayıtmaqla məsələ həll edirik. Buna görə də 5 əlavə edilibsə 5 çıxırıq. Tərs əməl. 20-dən 5-i çıxırıq 15. 3 dəfə artırıblarsa 3-ə bölürük. 15-i də 3-ə bölürük. Alınır 5. Cavab B bəndi. Kəsirlərdən biri digər üçünə bərabər deyil. Bununla bağlı da sual eyni zamanda vəsaitimizdə yer alıb. Biri digər üçünə bərabər deyil. İndi gəlin baxaq. %30, 0,3, 0,3, 0,3. C ilə də baxan kimi bərabər görünür. A bəndində %30 verib. Biz bilirik ki, kəsirə bərabər kəsirlər yaratmaq üçün sonuna istənilən qədər 0 əlavə edə bilərik. Burada o zaman bir dənə fərqli qalacaq B bəndi. 51-ci sualda deyir ki, kuboidə tamamlamaq üçün neçə white kub lazımdır? Baxıram, 4 dənə buradadır, 5 dənə buradadır, 3 də hündürlükdür. Kubun həcmini tapmaq üçün en vur uzunluq vurulsun hündürlük. Yəni bu da neçə edir? 5-i 4-ə 20-ni də 3-ə vuranda 60 alınır. Bəs bunun içində neçəsi verilir? Bilirik ki, sətri sütuna vuranda biz ümumi sayı tapırıq. 4-ü 5-ə vurdum 20, 2 dənə də üstə var 22. 60-dan da 22-ni çıxmaq lazımdır. O da eləyəcək 38. Yəni cavab oldu C bəndi. 52-ci suala baxırıq. Bunu sadəcə uyğunlaşdırmaq lazımdır ki, hansında düzdür, hansında səhvdir. Baxıram ki, bazar ertəsi 5-dir. Həqiqətən də bazar ertəsi hər ikisində 5-dir. Çərşənbə axşamı 4-dür. Həqiqətən də çərşənbə axşamı 4-dür. Bu da uyur. Çərşənbə deyir 4-dür. Çərşənbə həqiqətən burada da 4-dür. Burada da 4-dür. Bu da uyur. Cümə axşamı deyir 7-dir. Cümə axşamı burada 6-ya gəlib. Demək ki, bu ola bilməz. Daha doğrusu Aynur ola bilməz. Çünki sütunlu Aynurdur. Diaqramı isə Samirdir. Amma baxıram, cümə deyir 6-dır. Cümə 6-dırmı? Xeyr. Samirdə də cümə 5-ə gəlib. Deməli, ikisi də səhvdir. Yəni, heç biri. 53-ə baxırıq. Eni 12 metr, uzunluğu 20 metr olan düzbucaqlı şəklində torpaq sahəsinin kənar hissəsinə hasar çəkilməlidir. Sahənin en tərəflərindən biri qonşu sahə ilə ortaq olduğuna görə həmin tərəfdə artıq hasar mövcuddur. Və bizə deyir ki, qalan 3 tərəfdən birinə isə 4 metr uzunluğunda. Əslində şəkilə baxanda görünür. Şəkil deyir ki, burada sənə tabedir, burada sənə tabedir. Burayla heç bir işimiz yoxdur. Perimetr deyilmir uzunluq üçün. Ona görə 20 ilə 20-ni toplayıram. Alıram ki, 40 çəkilməli olan hissəmdir. Və burada 12-dir də ümumi uzunluğum. Bunun 4-ü darvazaya gedirsə, deməli 8-i də boşdur. Cavabımız da olacaq 48B. Bura isə toxuna bilmərik, çünki orada darvaza var. 54 də sadə sualdır. 4-cü gün əldə etdiyi gəlir 1-ci gündən nə qədər çoxdur? 4-cü gün əldə etdiyi gəlir, baxın, hər biri 300 artır. Bura olur 1000, bura olur 1100. 4-cü gün 1100-dür. 1-ci gün əldə etdiyi gəlir nə qədərdir? 1-ci gün isə 600-dədir. Baxın, 1100-dən də 600-ü çıxanda cavab edəcək 500 C bəndi. 55-ci sual məntiqi sualdır. Biz baxmalıyıq ki, hansı daha çoxdur? Məsələn, mən görürəm banan ən çoxdur. Banan ən çox olmalıdır, amma burada alma çoxdur. Burada alma çoxdur. Banandan sonra alma da ən çoxu. Baxın, almadan çoxdur gilas. Bu da olmaz. Deməli ilə cavabımız D bəndidir. 56 və 57-ci suallar eyni, belə deyək, məzmundadır.
846 ağac əkilib. Bunlardan 550-si söyüddürsə, qalanı palıddır. Gəl birinci tapaq görək bizim nə qədər palıdımız var. 846-dan çıxmaq lazımdır 550-ni. Deməli 296 palıdımız var. Bizə deyir ki, söyüdlə palıdın arasındakı fərqi istəyir. Biri digərindən nə qədər çoxdur? Bizdən bunu istəyir. Bunu da çıxanda edir 254 beybəndi. 57 də həmin tiplə bağlıdır və əsaslandırma sualıdır. Baxın, söyüd təxminən 50 kiloqramdır buraxdığı oksigen. Ona görə də söyüd nə qədərdir? 550. Mən birinci gedirəm 550-ni vururam 50-yə. Alıram 27500 söyüdün buraxdığıdır. Yanına yazıram söyüd. Daha sonra bir palıd ağacı isə 100 kiloqram buraxır. Palıd da 296-dır. 296-nı 100-ə vuranda eləyir 29600. Bu palıddır. Və qeyd etmək lazımdır ki, 29600 27500-dən çoxdur. Ona görə də yazmaq lazımdır ki, əkiləcək palıd ağacı bir ildə havaya daha çox oksigen buraxacaq. Sonda isə bu cümləni qeyd edirik. Transportyorla ölçmə bacarığımızı yoxlayan bir sualdır və görürsünüz kör bucaqdır. Kör bucaq da baxın gedib yuxarıları ölçmürük. Çünki biz bilirik 90-dan böyükdür. 130-dan 140-ın arası olduğu üçün olacaq 135 dərəcə. 59 da sadə bir sualdır. Seymur eyni şokoladdan 3 ədəd alıb. 3 ədəd alıbsa və 2 ədəd 5 manat verib. 5-i vurdum 2-yə, deməli 10 manat veribdir. Kassir ona 1 manat qaytarıbsa, deməli şokoladlar cəmi 9 manat pul tutub. 3 dənədir. Deməli 1-in tapmaq üçün də 3-ə bölmək lazımdır. O da edəcək 3 manat. 60-da deyir ki, son sualımızda bu tipli suallardan da vəsaitimizdə yer alır. Baxın, 10 ədəd aşığım var. 10 ədəd aşıq bizə rəqəmlərin sayını göstərir. Sən gedib 9 ilə başlasan, bu eyni olacaq. Hətta 8 ilə başla, yenə də bölsən, yenə də eyni alınacaq. Ona görə 7 ilə başlamaq lazımdır. Yerdə ki, qalan 3 aşıq var. Kiçik olsun deyə sona 0 atarsan, yəni heç nə qalmasın. 1 və 2. Həqiqətən də bunların cəmi edəcək 10. Ümid edirik izah yararlı oldu. Nəticələrinizi və vəsaitimizlə bağlı fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti izahlarda görüşənədək.